May ayı üçün xarakterik olmayan belə hava şəraiti nəfəs boru və allergik xəstəliklərdən əziyyət çəkənlər üçün təhlükəlidir. Bu cür hava nə qədər davam edəcək, hidrometeoroloqların fikrini öyrənmək maraqlıdır. Meteoroloji şərait artıq axşam saatlarından cənub-şərq küləklərinin şimal küləyi ilə əvəzlənməsi ilə əlaqədar olaraq 30-cu günün sonuna qədər, 31-də isə artıq bu toz dumanı ölkə ərazisində qeydə alınmayacaqdır. Bunun əsas səbəbi qeyd edədiyim kimi çox güclü Ərəbistan yarımadasında Küveyt, ən əsası da mərkəzi Küveyt olmaqla, Səudiyyə Ərəbistan olmaqda, həmin onların səhralarında baş vermiş burulğanlı güclü küləklər nəticəsində yuxarı təbəqəyə qalxmış tozdur ki, həmin bu atmosfer axınlarıyla əsasən də cənub-şərq küləklərinin hakim kəsildiyi bu 3 gündə, bu müddət ərzində bizim ölkə ərazisində formalaşmış.